Azərbaycan ədəbiyyatının klassiki Mir Cəlal Paşayevin Bir Gəncin Manifesti əsəri Gürcü dilində oxuculara təqdim olundu. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Beynəlxalq Kitab Festivalı çərçivəsində nəşrin təqdimat mərasimi keçirildi. Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunan kitabın tərcüməçisi Gürcüstan Dövlət Mükafatı laureatı İmir Məmmədlidir. İmir müəllim, sizin bu kitabınız Mir Cəlal Paşayevin Gürcü dilinə tərcümə etdiyiniz Bir Gəncin Manifesti əsəri bugün Gürcü oxuculara təqdim olundu. Bir tərcüməçi, müəllif kimi nə hiss edirsiniz? Sözsüz ki bir qürur hiss edirəm ilk növbədə ona görə ki, Gürcüstanda keçirilən, Tbilisidə keçirilən bu Beynəlxalq Kitab Festivalında biz Azərbaycan kitabı olaraq, Azərbaycan kitabının təmsilçiləri olaraq ilk dəfə iştirak edirik. Təqdimat mərasimində çıxış edənlər yeni nəşrin Azərbaycan və Gürcü xalqları arasında mədəni əməkdaşlığın daha bir nümunəsi olduğunu bildirdilər. Kitab Azərbaycan ədəbiyyatının təbliği baxımından da yüksək qiymətləndirildi. Azərbaycan kitabının dünyaya çıxarılması, o cümlədən Cənubi Qafqazda təbliğatı, Azərbaycan mədəniyyətinin və onun arxasında Azərbaycan ruhaniyyatının dünyaya çıxarılması deməkdir. Azərbaycanla Gürcüstan xalqı arasında dostluğun tarixi uzun illər əvvələ gedib çıxır. Bunun sübutu isə böyük Azərbaycan yazıçısı Mirzə Fətəli Axundzadənin Tbilisdə yerləşən məzarıdır. Bu mədəniyyət, adət-ənənələr bu gün də yaşadılır. Mir Cəlalın romanının tərcüməsi Bir Gəncin Manifesti çox gözəl bir layihədir həqiqətən. Burada yaşayan gənclərimiz bundan yararlanacaqlar. Artıq Gürcü oxucusu üçün də əlçatan olan Mir Cəlalın Bir Gəncin Manifesti romanı mədəni dialoqun davam etdiyinin və daha da gücləndiyinin göstəricisidir. Bizim boynumuzun borcudur ki, biz klassiklərimizin yaradıcılığını gələcək nəsillərə çatdıra bilək, onlarda sevgi oyada bilək. Bu cür layihələr iki xalqın ortaq ədəbi dəyərlərinin təbliği istiqamətində mühüm əhəmiyyətə malikdir. Ruslan Həsənov, Ruslan Əhmədov, Arzu Yusif, Bəhruz Niftəliyev, Mədəniyyət xəbərləri.